içəridə nələr baş verir? İçəridə onlar baş verir ki, biz deməli Ombudsmanın qəbuluna getdik. Orada bizə ərizə yazdırdılar. İnan ki, bizim də ərizə yazmaqdan əllərimiz keyləşib. Fərəh xanımın qəbulunda olduq, müəllimləri təzədən imtahan elədi. Müəllimləri belə kinayə ilə biz içəri girən kimi ekran gözəlləri gəlmişsiniz, bizi ələ saldılar. Orada elə Nazirlər Kabinetində ərizə yazdırdılar, qol çəkdirdilər. Yəni biz ərizə yaza gedirik, amma orada da heç bir reallıq yoxdur. Heç nə araşdırılmır, heç bir kamera açılmır, heç kimin yəni şikayətinə baxılmır bir sözlə. Bir sözlə deyirlər, biz yəni düz eləmişik hər şeyi, biz düzük, siz səhvsiniz. Ən axırıncı dəfə mən keçən həftə İbrahim müəllimin qəbuluna getdim. Orada ola-ola o məni qəbul eləmədi, yönləndirdilər onun müavini Nazım müəllimə. 45 dəqiqə mən danışmağıma baxmayaraq yenə axırda öz sözünü dedi ki, yəni gedib təzədən imtahan verib işə girməlisən. Deyirəm, nəyə görə, səbəb nədir ki, mən təzədən imtahan verməliyəm? Mənim qızım yəni imtahan verib, ən azından əsəri yarıda saxlayıblar, qammanı yarıda saxlayıblar, imtahandan əlavə mahnı çaldırıblar, onu yarımçıq saxlayıblar, sual-cavaba keçiblər. Yəni ki, bu sualların cavabını cavablandırdığı o çalgılarına görə, yəni hamısına 1+, o 1+'u da Həmkarlar İttifaqı qoyub onun üçün biri. Yəni onlar hamısına 0 yazıblar. Bu nə dərəcədə düzgündür? O məktəbdə, mən yenə də vurğulayıram, hər yerdə demişəm bunu, sözümün də üstündə duyuram, yəni mənim əlimdə faktdır bu, mən heç nəyə yalan demirəm. O məktəbdə 5+ alan müəllimə, savadsız müəllimə, hal-hazırda məktəbdə oturub xor dərsində bir küncdə, yəni çala bilmir. Bu necə 5+ alıb? Deyir, hər şey şəffaf olub, real olub. Heç bir şey şəffaf olmayıb, heç bir şey də yəni düzgün imtahan keçirilməyib. Biz xahiş edirik, bizim prezidentimiz bu söhbəti yəni eşitsin, yəni bizim səsimizi ona çatdırmırlar. Bu yəni real bir şeydir, yəni biz bunu bilirik. Amma bizim səsimizi eşitsinlər ki, yəni biz geri dönmək fikrimiz yoxdur. Yəni mən ən azından bu səbəbə görə mən axıra qədər gedəcəm. Mənim qızımı da çağırsınlar, gəlsinlər məktəb daxilində. Mədəniyyət Nazirliyində xeyr, məktəb daxilində gəlsinlər, açıq dərsə girsinlər, dərsdə otursunlar, görsünlər ki, hansı müəllim çala bilir, hansı müəllim savadlıdır, hansı müəllim savadsızdır. Yəni bunu yoxlamaq üçün bu qədər insanı, bu qədər Azərbaycan xanımlarını küçəyə tökməyin, yəni bir yeri yoxdur. Demirdi Cəsarət müəllim ki, not tanımayan müəllimi aşkar eləmək istəyirik, məktəblərdə dərs keçməyən müəllimləri aşkar eləmək istəyirik. Yəni bunu aşkar eləmək o qədər də çətin deyil. Məktəblərdə bütün direktorlar bilir ki, kim hansı müəllim dərsə gəlir, yəni bunu hamı bilir. Əlini iç kimi çox gözəl bilir ki, hansı müəllim savadlıdır, hansı müəllim savadsızdır. İş orasıdır ki, bizi niyə yəni bu yola biz çıxmışıq? Savadsız müəllimlər məktəblərdə indi hal-hazırda dərs keçirlər. Hansı ki, konsertə, konkurslara uşaq hazırlayan müəllimlər imtahandan kəsilib. Bu nə dərəcədə düzgündür? Bizim sualımıza bir ayda cavab verən bir insan çıxmır ki, bizim sualımıza cavab versin. Bu bir. İkincisi, Cəsarət müəllim çıxıb niyə müəllimləri aldadıb yalandan vəd verdi ki, heç kim işdən çıxarılmayacaq. Bu sadəcə olaraq müəllimlərin bilik və bacarığını yoxlamaq üçündür. Bəs hanı, niyə aldatdı? Bəlkə də o müəllimlər biraz arxayınlaşdı ki, hə, işdən çıxarılma olmayacaq. İmtahandır, elə-belə imtahandır. Bəlkə də ondan da yaxşı hazırlaşardılar. 500 müəllim yox, bəlkə də 100 müəllim kəsilərdi imtahandan. Yəni bizim sualımıza cavab verən yoxdur. Mən də müraciət eləmək istəyirəm, amma mənim dərdim çox belə acınacaqlıdır vəziyyətimiz. Burada kəsilən müəllimlər də var, kəsilməyənlər də var. Yəni biz bir yumruq, bu yumruq olmamızı da cənab prezidentimizdən öyrənmişik və bir yumruq bağlı olan barmaqlardan ibarətdir. Heç bir barmağı da ayırmaq olmaz. Çünki ucu bıçaq dirənib sümüyə. Mən belə müraciət eləmək istəyirəm ki, biz dünənləri prezident administrasiyasına getdik. Həqiqətən də bax bu nişana hörmətsizlik gördük orada. Orada bizə heç kim heç nə eləmədi. Orada Əbülfəz adında bir, necə deyim, özündən razı şəkildə bizi elə bir təhqir edici sözlərlə qovdu ki, mən onu vurguladım ki, ulu öndərimiz bizə belə bir tövsiyə verib ki, dövlət xalqa xidmət edir, xalq dövlətə yox. Amma o mənə verdiyi cavabdır ki, mən heç kimin nə xidmətində deyiləm, nə heç kimin qulluğunda deyiləm. Günay xanım sağ olsun, Gəncədən gəlib bizə, hələ imtahan verməyib. Yəni burada yenə də deyirəm, elə müəllimlər var ki, heç imtahandan keçən müəllimlər də var, keçməyən də var. Hamımız bir-birimizə dayağıq. Nə deyim? Yəni biz nabarot yatmış müəllimlər də ayıldı. Ola bilər ki, işimiz həll olunmasa bu gecə biz burada olacağıq, yatacağıq. Ta bizim kəsilən müəllimlərin xitamı
geri götürülməsə, yəni 70C ilə veriblər xitamı, 71 ilə də bizi kəsilən müəllimlərimizi hamısını işə qaytaracaqlar. Bu bizim tələbimizdir, başqa heç nə istəmirik. Düzdür, deyirlər yoxlanılma, biz qaçmırıq, heç yerə də getmirik, savadımız da özümüzə görədir. Gətirsinlər, bir il vaxt versinlər, kurslar artırmalar eləsinlər, sertifikasiya ilə imtahan götürsünlər və qazanan müəllimlərin maaşında artırmalar olsun. O ölü müəllimlər şəffaf keçsə əgər, ölü müəllimlər də işdən çıxarılsın. Büdcədən heç kim havayı yemək yeməsin, pul yeməsin. Bu haramdır. Sizi təqdim edeyim. Mən Hacıyeva Xatirə Yaqub qızı, Ağdam rayonunun Şəmsi Bayramov adına uşaq musiqi məktəbinə gəlmişəm. Mən imtahan verməmişəm, daha doğrusu. Bu müəllimlərin başına gələn, bizim də başımıza gələ bilər. Ona görə bugün mən Günay xanımla bu kəsmələrimə gəlmişik ki, dəstək olar. Müəllimlər işlərinə qaysın və mən cənab prezidentimdən də xahiş edirəm ki, bu haqsızlıqlara son qoysun. Yazıqdır bu analarımız. İndiki dövrdə ayıbdır ki, bizim ana bacılarımız çörəksiz qalsın. Yəni mən demək istəyirəm ki, mən bugün gəlmişəm Nazirliyə, deyirəm qəbula girin, məni qəbula salmırlar ki, mən də sözümü biz yanvar ayı gələndə Cəsarət müəllimi özü mənə dedi ki, eşqət işdən çıxmayacaqdır, hamı işliyində qalıb işləyəcək. Mən sadəcə oradan bura gəlmişəm ki, Cəsarət müəllimi görəm və mənə verdiyi sözü tutmadığını ona deyəm. Mən Allahdan birinci, sonra da prezidentimizdən kömək, dəstək istəyirəm ki, bu imtahanı elə bir sərəncam imzalasın ki, müəllimlərimiz işinə təmin olunsun. Yenidən biz demirik imtahan vermirik, imtahan verilsin, amma şəffaf şəkildə olsun. Bu imtahan şəffaf şəkildə olmadı, ədalətsiz oldu. Baxırıq da internetlərdə, YouTube'larda, xəbərlərdə izləyirik də, hamısı şəffaf olmadı da, haqsızlığa yol verildi. Bu haqsızlıqlar açılsın, yenidən müəllimlər işlərinə qaysın və atestasiya olunsun. Biz də gedək ürəklə də atetasiyamızı verək. Sağ olun.